Siyasətin izahlı lüğəti efirdədir. İsrail ordusu yarım əsrdən artıq müddətdə ilk dəfə olaraq Qolan təpələri xaricində Suriya sərhədini keçib. Niyə Qolan təpələri bu qədər əhəmiyyətli sayılır? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli cavablandırır. Qolan təpələri İsrail və Suriya arasında uzunmüddətli ərazi mübahisələrinin mərkəzində dayanır. Bu strateji ərazi 1967-ci ildə 6 günlük müharibə zamanı İsrail tərəfindən işğal edildi və 1981-ci ildə İsrail bu ərazini birtərəfli qaydada ilhaq etdi. BMT və beynəlxalq ictimaiyyət bu ilhaqı tanımadı və Qolan təpələrini hələ də Suriyanın ərazisi kimi qəbul edir. Qolan təpələri strateji coğrafi mövqeyinə görə hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir. Burada həm İsrail, həm də Suriyanın geniş ərazilərinə nəzarət etmək mümkündür. Bundan başqa Qolan təpələri su ehtiyatları baxımından zəngindir və İsrailin su təminatının əhəmiyyətli hissəsi də bu ərazidən gəlir. Siyasi baxımdan Qolan təpələri İsrail və Suriya arasında davamlı gərginliyin əsas səbəblərindən biridir. İsrail bu ərazinin təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etdiyini bildirir. Suriya isə Qolan təpələrinin geri qaytarılmasını tələb edir. Onu da qeyd etmək istərdim ki, 2019-cu ildə Birləşmiş Ştatlar prezidenti Donald Trump Qolan təpələrini İsrail ərazisi kimi tanıdı. Bu qərar beynəlxalq aləmdə ciddi tənqidlərə səbəb oldu və münaqişənin həllini daha da mürəkkəbləşdirən hadisələrdən biri kimi bu gün də belə qəbul edilir.